Salam hörmətli şagirdlər, biz bu günlərim adi və onluq kəsirlər mövzusundan danışacağıq. İlk öncə öyrənək görək, adi kəsir nə deməkdir? Adi kəsir müsbət kəsir deməkdir. Məsəl üçün, bizə belə bir m-də n kəsir verilibsə, biz bilirik ki, burada n hər ikisi nə olmalıdır? Natural ədəd olmalıdır. Deməli, bu onda nədir? Adi kəsirdir. Məsəl üçün, güvən testində belə bir sual verir. 5-də 2, bir də verilib -2-də 1. Bir bunlardan hansı adi kəsirdir? Sən 5-də 2-ni götürsən, çünki bu müsbət kəsirdir, ona görə. İndi isə biz nədən danışaq? Düzgün və düzgün olmayan kəsirlərdən. Düzgün kəsir nədir? Sürəti məxrəcindən kiçik olan kəsirlərə düzgün kəsir verir. Məsəl üçün, 7-də 1, 4-də 3, 2-də 1 və s. Düzgün olmayan kəsir isə odur ki, sürətlə məxrəc ya bir-birinə bərabər olmalıdır, ya da sürət məxrəcdən böyük olmalıdır. Məsəl üçün, 4-də 4, nə bilim 5-də 5, sonra 7-də 11. Bax, bunlar nədir? Düzgün olmayan kəsirlər. İndi isə biz qarışıq ədəddən danışaq. Qarışıq ədəd nədir? Tam və kəsr hissədən ibarət olan ədədlərə qarışıq ədədlər deyilir. Bax, 5 tam 7-də 2. Bu artıq burada nədir? Qarışıq ədəddir. İndi, məsəl üçün, 2 tam 3-də 1. Bu da burada nədir? Qarışıq ədəddir. Çünki tam və kəsr hissədən ibarətdir. İndi keçək kəsirlərin müqayisəsinə. Bax, tutaq ki, bizə verilibdir 3-də 1 və 4-də 1 kəsirini deyil müqayisələ. Biz bilirik ki, sürətləri eyni olan kəsirləri müqayisə edəndə məxrəci kiçik olan kəsir böyükdür, məxrəci böyük olan kəsir isə kiçikdir. Yəni, burada 3-də 1, 4-də 1-dən nə deyil? Böyükdür. İndi isə biz nədən danışaq? Məxrəcləri eyni olan kəsirləri necə müqayisə edirik? Onunla. Məsəl üçün, verib bizə 5-də 2, bir də verib 5-də 3. Məxrəcləri eyni olan kəsirləri müqayisə edəndə isə biz bilirik ki, sürəti böyük olan kəsir böyük, sürəti kiçik olan kəsir isə kiçikdir. Burada indi 5-də 3-də, 5-də 2-dən belə deyək də, sürəti böyük deyən, ona görə 5-də 3 kəsiri 5-də 2-dən nədir? Böyükdür. İndi deyirsən, ay müəllim, yaxşı, bəs bu məxrəc də müxtəlifdir, deməli, sürət də müxtəlifdir. Bunları nə tər müqayisə edir? Ya bunları ortaq məxrəcə gətir, ya da ortaq sürət. Məsəl üçün, ortaq sürətə gətirsən, burada nə tər? 2 ilə 3-ə ortaq sürət neçə olar? 6. Hər ikisini 6-ya gətirsək, indi 2-ni neçə vuranda 6 elədi? 3-ə, onda 7 dəfə 3-ü 21. 5-i neçəyə vuruşub? Bəs 2-yə, çünki 3-ü 2-yə vuranda 6 edir, ona görə. Burada da biz bilirik ki, sürəti eyni olanlardan məxrəci kiçik olan böyükdür. Və yaxud da 7-də 2 ilə 5-də 3 kəsirini ortaq məxrəcə də gətirib müqayisə edə bilərsən. 7 ilə 5 ortaq məxrəc 35-dir. Əkob taparsan da 7 ilə 5-ə əkob 35 olur. Deməli, 7-ni neçəyə vuranda 35 edir, 5-ə, onda 2 dəfə 5-in neçə eləyir? Eləyir 10. 5-i neçəyə vuranda 35 edir? 7, onda 3 dəfə də 7, 21. 35-də 21-də 35-də ondan nədir? Böyükdür. İndi deyirsən, ay müəllim, bax, bizim qarşımıza belə bir sual çıxsa, nətər? Tutaq ki, verib 99-da 92 ilə, veribdir ki, neçə? Məsəl üçün, 109-da 102. Deyir, indi bunları müqayisə elə. Bax, burada sən bir incə nüans var. Ona baxsan, rahat tapmaq olur. Nətər? Fikir versən ki, bu iki kəsirin ikisi də düzgün kəsirdir. Düzdür, deyirsən, bəli, bəli. Və hər ikisində fikir verir, məxrəclə sürət arasındakı fərq eynidir. İndi bax, bu cür kəsirlərin müqayisəsi üçün belə bir qayda var. Əgər düzgün kəsirlərdə məxrəc və sürət arasındakı fərq eyni olarsa, hansı kəsirdə böyük ədəd varsa, o kəsir böyükdür, hansı kəsirdə kiçik ədəd varsa, o kəsir nədir? Kiçikdir. İndi burada da fikir verirsən, bax, bu kəsirdəki ədədlər, bu kəsirdəki ədədlərdən böyükdür və məxrəclə sürət arasındakı fərq də eynidir. Onda 109-da 102, 99-da 92-dən böyükdür. Bəs deyirsən, ay müəllim, bu kəsirlər düzgün olmayan olsa nətər olardı? Bax, 92-də 99, bir də 102-də 109. Burada da baxsan, fərq eynidir. Hər ikisində 7-dir fərq. Düzgün olmayan kəsirlərdə isə qayda belədir. Əgər məxrəclə sürət arasındakı fərq eyni olarsa, hansı kəsirdə kiçik ədədlər varsa, o kəsir böyük, hansında böyük ədəd varsa, o kəsir nədir? Kiçikdir. İndi burada 92-də 99, 102-də 109-dan nə olur? Böyük olur. Bu da belə. İndi keçdik nəyə? Düzgün olmayan kəsirin qarşılıq ədədə çevrilməsi. Bir də qarşılıq ədədi
deməli düzgün olmayan kəsirə çevirməsi. Məsəl üçün bizə verib 7-də 13 düzgün olmayan kəsir, deyir bunu qarşı qədərdə çevir. Necə edirsən? 13-ü 7-yə bölürsən, 13-ün içində 7, bir dəfə 7, 7, 13-dən 7 çıxanda neçə qalır? 6 qalır. Bax, bu bizdə bu 1 natamam qismi bu bizdə olur. Tam isə məxrəc olduğu kimi qalır. Qalığı isə, tapdığın qalığı isə gətirib sürətdə yazırsan. Olur 1,7-də 6. Bu da belə. İndi qarşıya da düzgün olmayan kəsirə çevirəndə isə, məsəl üçün 2,5-də 3. Bu zaman məxrəc olduğu kimi qalır. Tam hissəni məxrəcə vurursan, 2-ni 5-ə vuranda neçə edir? 10. Sürətdəki ədədi də həmin aldığın cavabın üzərinə əlavə edirsən 13 və aldığın cavabı da sürətdə yazırsan. Olur neçə? 5-də 13. Bax, bu da belə. İndi keçək kəsirlərin toplanması, çıxılması, vurulması, bölünməsindən danışaq. Deməli, biz bildik ki, məxrəcləri deməli, eyni olan kəsirləri toplayanda, çıxanda məxrəc olduğu kimi qalır, sürətlərcə toplayırsan və burada da toplayanda görürsən ki, bax, 4-də 1 ilə 4-də 1-i topladıq, məxrəc olduğu kimi qaldı, 4 qaldı, sürətlərcə toplandı. Və burada da görürsən ki, 4 ilə 2, hər ikisinin ortaq böləni var 2. O zaman hər ikisini 2-yə ixtisar edirsən. 2-ni 2-yə böləndə 1, 4-ü 2-yə böləndə neçə edir? 2. Bu da oldu neçə? 2-də 1. Bax, bu da belə. İxtisar isə o deməkdir ki, yəni sürətlə məxrəci eyni bir ədədə bölmək deməkdir. Məsəl üçün, indi belə birinə baxaq, 4-də 3 çıxaq 4-də 1. Burada da nə olur? Bu da edir 4-də 2, bu da yenə 2-yə ixtisar gedir, qalır neçə? 2-də 1. Məxrəc olduğu kimi qalır, sürətləri çıxır. İndi bəs fərqli olarsa nə tər olar? Məsəl üçün, 4-də 1 üstə gəl 5-də 2. Burada məxrəclər sürət, ümumiyyətcə məxrəclər fərqlidir. Burada nə edərsən? Ortaq məxrəcə gətirərsən. 4 ilə 5-ə ortaq məxrəci neçədir? 20-dir. İndi 4-ü neçəyə vuranda 20 edir? 5-ə. Onda birinci kəsin sürətini də 5-ə vurmalısan. Bəs 5-i neçəyə vuranda 20 edir? 4-ə. Onda bunun da sürətini 4-ə vurmalısan. Hər ikisinin məxrəci 20 olur. İndi 5-i 1-ə vuranda neçə edir? 5. 4-ü 2-yə vuranda neçə edir? 8. Bu da edir neçə? 20-də 13. Bu da belə. Aha. İndi kəsirlərin vurulmasından danışaq. Məsələn, 4-də 1 vuraq 5-də 3 verir. Kəsiri kəsirə vuranda sürətə məxrəcə vurulur. 4-ü 5-ə vuranda neçə edir? 20. 3-də 1-ə vuranda neçə edir? 3. Ədədi kəsirə vuranda isə, məsələn, 5 vuraq 4-də 1-də. Ədədi kəsirin sürətinə vurmaq lazımdır. Yəni, olur neçə? 4-də 5. Bu da elə 1,4-də 1 deməkdir. Düzdürmü? Deyirsən, bəli. İndi kəsiri kəsirə böləndə necə olur? Məsələn, 4-də 3 bölək. Neçə olsun? 2-də 1. Kəsiri kəsirə böləndə birinci kəsir olduğu kimi qalır. Bölmə əməli vurma ilə əvəz olunur və ikinci kəsirdə sürətlə məxrəc yerini dəyişir. Burada da 2 ilə 4 2-yə ixtisar edir. Burada 2, burada 1. İndi 3-ü 1-ə vuranda eləyir 3. 2-ni 1-ə vuranda eləyir 2. Bu da neçə deməkdir? 1,2-də 1 deməkdir. Bax, bu da belə olur. Aha. İndi keçdik biz nədən danışaq? Biz bunları da öyrənəndən sonra keçirik biz burada qarşı ədəddən və yaxud da məsələn, qarşı ədədlərin toplanması, çıxılmasından danışaq, vurulması, bölünməsi. Deməli, 2,5-də 3 çıxaq, məsələn, 1,5-də 1. Burada necə edirsən? Bunların müxtəlif yolları var. Burada deməli, 2-dən 1-i çıxanda tam hissələri 1 çıxarıq. Deməli, nə qalır burada? 1, 2-dən 1 çıxanda 1, 5-də 3-dən 5-də 1-ə çıxanda neçə qalır? 5-də 2 qalır, onu da gətirib burada yazar. Və yaxud da mən bunların ən rahat yolu bu qarşı ədədləri hesablayanda düzgün olmayan kəsirə çevirib hesablamağı daha rahat bilirəm. Məsələn, 2,5-də 3 neçə deməkdir? 5-də 13, 1,5-də 1 isə neçə deməkdir? 5-də 6. Çıxanda neçə qalır? 5-də 7. O da neçə edir? 1,5-də 2 edir. Bunlar müxtəlif məxrəci də olanda yenə düzgün olmayan kəsirə çevir, sonra ortaq məxrəci gətir, sonra da topla və yaxud da çıx. Aha, indi keçək tam ədəddən, məsələn 3 tamdan çıxaq 2,5-də 1. Burada nə tər edərik? 3 tamdan 1 tam götürərəm, qalar 2 tam. O 1 tamda çıxdım, kəsirin məxrəci neçədir? 5. Məxrəci 5 olan kəsir kimi göstərərəm, o da 5-də 5 1 tam deməkdir. Çıxaram neçəni? 2,5-də 1. Bu da bizə 2 tamdan 2 tam çıxanda 0 tam, o da yazılmır. 5-də 5-dən də 5-də 1 çıxanda qalır 5-də 4. Bu da belə. İndi biz buradan nəyə keçirik? Onluq kəsirlərdən keçək, danışaq. Bizə belə bir kəsirlər verilir. Bunda 1,
100%1, bir də neçə verilir? 1000-də1. Burada necə edirsən? Bax, birin içində 10 var, deyirsən xeyr. Onda 0 yazıb 1 vergül qoyursan. Bax, indi burada birdən sonra neçə dənə 0 var? Bir dənə 0 var və sürətdə neçə rəqəm var? Bir dənə rəqəm var. Buradakı 0-ın sayına, buradakı rəqəm sayı eynidir. Gətirib bax, burası 1-i yazırsan. İndi burada nə ətər olur? 1-i 100-ə böləndir. Birin içində 100 var, deyirsən xeyr. 0 yazıb vergül qoyursan. Burada neçə dənə belə deyək də 0 var, 2 dənə 0 var. Bəs burada neçə rəqəm var? Sürətdə 1 rəqəm var. Onda 1 rəqəm azdır da. O 0-ın sayı 2 dənədir, sürətdə isə 1 rəqəm var deyəm. 1-i yazırsan, amma onun əvvəlinə bir dənə 0 yazsan. Oradakı o 0 sayı ilə o belə deyək də sürətdəki rəqəm sayı bərabər olsun deyən. Bax, elə bir ki, bura bir dənə özündən 0-cı əlavə edirsən bu şəkildə. İndi bax, birin içində 1000 var, xeyr. Bura bir 0 əlavə yazıb vergül qoyursan. Burada neçə dənə 0 var? 3 dənə. Burada neçə rəqəm var? 1 dənə. 2 rəqəm çatmır. Onda 2 dənə birin əvvəlinə elə bir şey gətir burada 2 dənə 0 yazırsan. Bu da 0-dan 1000-də1 olur. İndi bax, yadında saxla ki, onluq kəsirin sonuna istədiyin qədər 0 əlavə edə bilərsən, silə də bilərsən. Bax, tutaq ki, bizə verir 0.2, üstə gəl 0-dan %17. Toplayanda nə edirsən? Bura 0 özümüzdən əlavə edə bilərik. 7-nin üstünə 0 gəlir 7, 2-nin üstünə 1 gələndə 3, 0 tam üstünə 0 tam və 0 tam. %37. Və yaxud da çıxanda 0.2 çıxaq neçədir? 0-dan %17. Düzdür. Bura özümdən 0 əlavə edə bilərəm. 0-dan 7 çıxmaq olmur. 2-dən 1 olmaq ayrıq. 10-dan 7 çıxanda 3. Burada 1 qaldı. 1-dən 1 çıxanda 0. 0-dan da 0, 0. 0-dan %3 olur. Bu da belə. İndi onluq kəsirin vurulmasından danışaq. 0.2 vuraq 0.3. Bu bizə nəyə verir? 3-ü 2-yə vururuq. 6-6 normal qaydada vururuq. 3 dəfə 2 neçə edir? 6. 3 dəfə 0 neçə edir? 0. 0 dəfə 2 edir 0. 0 dəfə 0 edir 0. Və toplayırıq. 6, 0, 0. Burada vergüldən sonra neçə rəqəm var? 1 rəqəm. Burada neçə rəqəm var? 1 rəqəm. Cəm neçə rəqəmdir? 2 rəqəm. Sondan 2 rəqəm sayıb vergülümüzü qoyuruq. Bu da olur 0-dan %6. İndi onluq kəsirin bölünməsindən danışaq. Məsələn, 0.2 bölü 0.3. Düzdür. Mən bunları ən rahat yolu adi kəsirə də çevirəm və yaxud da onluq kəsiri ədədə çevirib bu şəkildə də bölürəm. İndi hansı rahatdır, ondan da çox vaxt istifadə edirəm. Bəs bunları indi adi kəsirə çevirək. Bu 0.2 nə deməkdir? 10.2 deməkdir. 0.3 neçə deməkdir? 10.3 deməkdir. İndi kəsirə böləndə nə olurdu? Birinci kəsir olduğu kimi qalır. Bölmə vurma ilə və sonra və ikinci kəsirdə sürətlə məxrəc yerinə dəyişir. Burada 10-la 10 ixtisar getdik. 1, 1. 2-ni 1-ə vuranda 2. 1-i 3-ə vuranda 3. Bu da oldu 3-də 2. Bax, bu da belə. İndi sonra biz burada nədən danışaq? Və yaxud da onu belə edirsən. 0.2 bölü 0.3 düzdür. Sürətdə məxrəcdə 10 alır. Biri neçə? Və yaxud da 0.1-ə böl. Sürətdə olur 2, məxrəcdə də olur 3. Bax, belə də gedə bilərsən. Hə. İndi keçdik biz nəyə? Deməli, dövr onluq kəsirlərdən danışaq. Deməli, sonsuz dövr onluq kəsirlər 2 yerə bölünür. Birincisi hansıdır? Saf dövr onluq kəsirlərdir. İkincisi də nədir? Qarışıq dövr onluq kəsirlərdir. Qarışıq dövr onluq kəsirlərdir. Saf dövr onluq kəsir nədir? Burada tamdan sonra dərhal dövr başlayır. Məsələn, 1 tam dövrdə 2. Bu nə deməkdir? Yəni 1 tam 2 burada sonsuz sayda dövr edir. O deməkdir. Məsələn, 3 tam dövrdə 17. Bax, bu nədir? Saf dövr onluq kəsirdir. Çünki tamdan sonra dərhal dövr başlayır. Bu da 3 tam 17, 17. Bunları adi kəsirə necə çevirirsən? Bax, 1 tam yazırsan, burada neçə rəqəm var dövrün içində? Bir dənə kəsir xətt çəksən. O rəqəm sayı qədər məxrəcə 9 yazsın. Sürətə isə həmin deməli rəqəmin özünü yazırsan. Burada nə olacaq? Məsələn, 3 tam. Burada neçə rəqəm var? 2 dənə rəqəm var. Ona görə məxrəcə 2 dənə 9 yazırıq. Bu sürətə isə həmin ədədin özünü yazırıq. Olur 3 tam 99, 17. İndi qarışıq dövr onluq kəsirdən danışaq. Qarışıq dövr onluq kəsirdə isə tamdan bir neçə rəqəm sonra dövr başlayırsa, bu artıq qarışıq dövr onluq kəsirdir. Məsələn, 2 tam 3 dövrdə 7. Bu artıq qarışıq dövrdür. Bu da nə deməkdir? Yəni 2 tam 3
7, 7, 7, 7'lər dönür. Bunu adi kəsirə necə çeviririk? Yazırıq 2 tam. Burada neçə dənə rəqəm var? Dövrün içində bir dənə. Ona görə məxrəcə bir dənə 9 yazırıq. Burada neçə rəqəm var? Bir dənə rəqəm var. Onun sayı qədər də o tamla dövr arasındakı ədədin sayı qədər də məxrəcə 0 yazırıq. Və bu ikisinə bir ədəd kimi baxırıq. 37 çıxırıq o aradakı ədədi 3-ü. Bu da bizə neçəni verir? 2 tam 90'da 34'ü verir. Sonra istəsən bunu ixtisar da eləyə bilərsən. İndi keçdik sonlu dövr onluq kəsirdən danışaq. Sonlu dövr onluq kəsir nədir? Belə deyək də, sonlu dövr onluq kəsir. Deyirsən ki, məxrəcdəki ədədin sadə vuruqları yalnız 2, yalnız 5 və 2 ilə 5'in hansından ibarətdirsə, bu kəsirlər sonlu onluq kəsirləridir. Yəni bunların sonu var. Məsəl üçün, bax, 16'da 3 sonlu onluq kəsirdir. Deyirsən, mənim hardan bilirsən? Çünki o məxrəcindəki ədədin vuruqları, bax 16'nın sadə vuruqları ayırsan, 2 vuraq, 2 vuraq, 2. Görsən ancaq 2'lərdən ibarət. Ona görə bu nədir? Son onluq kəsirdir. Məsəl üçün, bax 25'də 7. Bu da sonludur. 7'ni 25'e bölsən görəsən ki, sonludur. Çünki 25'in sadə vuruqları ancaq 5'lərdən ibarət. Və yaxud da nə bilim 50'də 13. Bu da sonludur. Çünki 50'nin sadə vuruqları 2 vuraq, 5 vuraq, 5'dir. Yəni burada ancaq 2 və 5 vuruqları iştirak etməlidir. Amma məsəl üçün, bax 15'də 7, bu deməli nədir? Sonlu deyil. Çünki 15'in sadə vuruqları 3 vuraq 5'dir. Görsən, burada 5'dən başqa əlavə 3 vuruq da var. Amma məsəl üçün, bax 15'də 3 sonludur. Nətər? Görsən ki, bunlar ixtisar gedə bilir. İxtisarını edirsən, qalır necə? 5'dədir. Məxrəc 5'dir, sonda demək bu nədir? Sonludur. Bəs sonra. Belə, sağ olun.